Müstəqil məhsul analiz alətləri. eBay-də trend olan məhsullar tapmaq üçün bəzi proqramlardan istifadə olunur. Bu kimi proqramlar bazarda ən çox satılan hansı məhsullardır, bunları sizin önünüzə çıxardır. Və siz də həmin məhsulları öz mağazanızda listeləyərək həmin məhsullara net qazanc əldə etməyə başlayırsınız. Bu kimi proqramlar hansılardır? Təbii ki, ən başda gələnlərdən biri hamının tanıdığı Zik Analitikdir. Zik Analitik eBay-də ən çox satılmış məhsulları sizin önünüzə çıxardır və siz də həmin məhsulları öz mağazanıza listələyirsiniz. Və əlavə olaraq da Zik Analitik üstünlüyü var ki, bir məhsuldan sizə nə qədər net qazanc qaldırır, sizə həmin platforma göstərir. İkinci proqram isə eBay Popularity Shorts-dur. eBay Popularity Shorts proqramı bir niş üzərində siz araşdırma etdiyiniz zaman həmin nişdə ən çox satılmış məhsulları ön plana çıxardır və siz də bir məhsulun ən çox nə qədər satıldığını görə bilirsiniz. Üçüncü proqram Google Trends'dir. Yəni ki, insanlar ən çox hansı sözlər axtarırlar, hansı sözlərə daha çox üstünlük verirlər, bunu görürlər. Əlavə olaraq mən sizə məsləhət verə bilərəm ki, problem həll edən məhsulları satmağınız daha məsləhətdir. Çünki həmin məhsulların potensialı daha yüksək olur. Daha ağıllı qərarlar vermək üçün və dəqiq analiz etmək üçün bu sadaladığım 4 dənə məsləhətdən istifadə etmemiz mütləq şəkildədir.